Bəzən bir jurnal sadəcə kağız üzərində çap olunmuş sözlər toplusu olmur. Bəzən o bir millətin susturulmuş səsinin pıçıltısı, gizli üsyanı, görünməyən həqiqətlərin aynası olur. 120 il əvvəl yaranan Molla Nəsrəddin jurnalı da məhz belə bir sirri özündə daşıyırdı. Onun səhifələrində yazılanlar bəzən açıq deyildi, amma anlayanlar üçün hər sətr bir işarə, hər karikatura bir həqiqət idi. Azərbaycanda ilk şəkilli jurnal Molla Nəsrəddin olub. Molla Nəsrəddinin birinci sayı 1906-cı il aprel ayının 7-sində Tiflisdə işıq üzü görüb. 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə və müdiri, baş mühərriri Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi çıxıb. Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək Molla Nəsrəddin adlı satirik humoristik jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, Rus və Tatar qəzetləri çox bəyənmişdilər. Müəyyən olunmuş proqrama uyğun şəkildə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə jurnalın ilk sayını çapa hazırladılar. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-sində çıxdı. Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin Molla Nəsrəddin imzası ilə Tiflis 7 aprel sərlövhəli baş məqaləsi, məcmuəmizə müştəri olanlara nəsihət, Molla Nəsrəddinin teleqramları, bilməli xəbərlər, dəllək, atalar sözü və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu. Həcmi kiçik formatda olan Molla Nəsrəddinin çapı həftədə bir dəfə nəzərdə tutulmuşdu. Molla Nəsrəddinçilər məqalələrini türkün ana dilində, sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi dildə yazdılar. Cəlil Məmmədquluzadənin öz dili ilə desək, Molla Nəsrəddini təbiət özü yaratdı, zəmanə özü yaratdı. Jurnalın birinci nömrəsi 1000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə Molla Nəsrəddin populyarlaşdı. Jurnala Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı kimi görkəmli yazıçı və şairlər dəstəsi, Əzim Əzimzadə, Oskar Şmerling, Yosif Rotter kimi rəssamlar cəlb olunmuşdu. Ömər Faiq Nemanzadə Cəlil Məmmədquluzadənin ən yaxın köməkçisi və məsləkdaşı idi. Əslində Molla Nəsrəddin Azərbaycanda ədəbi məktəb yaradan ilk mətbuat orqanı idi. Müəlliflər öz ideyalarını aydın şəkildə daha çox insana çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir. Azərbaycan dilində məzəli zarafatlar, felyetonlar, yumor və satira, lətifələr, söhbətlər, ləzzətli karikaturalar təqdim edirdilər. Molla Nəsrəddinçilər ana dilinin şirinliyindən istifadə edərək Azərbaycan nəsri və poeziyasında yeni üslubun müəllifləri oldular. Jurnal 1931-ci ilə qədər fəaliyyət göstərdi. Yazıcı Sovet dövründə də jurnala redaktorluq edir, yeni Azərbaycan əlifbasının tətbiqi istiqamətində fəal iş aparırdı. Amma Molla Nəsrəddin Sovet hakimiyyəti illərində çox yaşamadı. 1930-cu illərin əvvəllərində hakimiyyət orqanları Mirzə Cəlildən tələb etdilər ki, Sovet ideologiyasına uyğun gəlməsi üçün jurnalın adını dəyişdirib Allahsız qoysun. Jurnalın əvəzsiz redaktoru bolşevik senzurası ilə barışmadığı üçün tezliklə baş redaktor vəzifəsini tərk etdi. Müsəlman şərqinin mətbuat tarixində Azərbaycan dilində ilk satirik jurnalın əhəmiyyəti ölçüyə gəlməzdir. Onun fəaliyyəti bu qəbildən tam bir sıra nəşrin təsis edilməsinə təkan vermişdi. Molla Nəsrəddin sadəcə güldürməmiş, düşündürmüş, maarifləndirmiş və bir millətin oyanışına xidmət etmişdi. Bugün biz həmin irsin davamçıları olaraq sözün gücünü, satiranın təsirini, mətbuatın məsuliyyətini bir daha dərk edirik. 115 illik bu şərəfli yol keçmişdən gələcəyə uzanan bir körpü kimi bizi həm tariximizi xatırladır, həm də gələcək nəsillərə ötürüləcək dəyərləri aydın göstərir. Gəlin bu böyük irsi ehtiramla yad edək və onun işığını gələcək nəsillərə daşımaqda davam edək.